Bu günlərdə Gəncədə yaxşı bir sərginiz təşkil edilibdir. Sərginizlə bağlı istərdim maraqlı məqamları bizlə bölüşəsiniz. Təşəkkür edirəm məni dəvət etdiyinizə Gülənray xanım. Mənə çox xoş oldu təklif olunanda və sevə-sevə gəldim ki, əlbəttə ki, fikirlərimi və bu təzəliklə baş verən sərgim haqqında sizinlə bölüşüm. Mənim Gəncə şəhərində sərgim baş tutdu. Bu sərginin əsas səbəbi mən gəncəlilərlə görüşüm oldu. Bilirsiniz, təkliflər olunurdu mənə ki, Mehriban xanım, gəlin Gəncədə sərgi olsun, biz gələk, sizi görək, sizin çəkdiyiniz əsərlərə baxaq, sizi yaxından görək. Yəni bilirsiniz, mən həm də belə də həm rəssamam, həm belə deyək, səhifəm var deyəndə insanlar biraz da mənə şəxsidən yanaşırlar da o barədə. Ona görə mən çox adama söz verirdim ki, gələcəyəm mütləq. Söz məndə bir xasiyyətim var, elə uşaq vaxtından söz verəndə eləyən bir insanam. Söz verirəmsə eləyirəm. Və əlbəttə ki, müraciət elədim Filarmoniyaya və gözəl bir mənə qarşı bir gözəl bir təklif gəldi ki, buyurun gəlin, biz sevə-sevə sizin sərginizi burada edərik. Mənə doğrudan çox xoş oldu, hədsiz çox xoş oldu təklif də gələndə. Buradan Filarmoniyanın bütün kollektivinə, müdiriyyətinə təşəkkürümü bildirirəm. Və təklif gələndən sonra əlbəttə ki, mən çox sevindim və başladım hərəkətə də. Hərəkət nədir? Əsərlərimi seçməyə. Mən hazırlaşırdım, daxilən mən hazırlaşırdım. Mən Gəncədə olmalıdır. Mənim sərgim Gəncədə, Gəncə cəmaatı ilə mən ünsiyyətdə olmalıyam. Ümumiyyətlə, bütün Azərbaycanımı sevirəm, xasiyyətimdir, dövlətimi, Azərbaycanımı, vətənimi çox sevən bir insanam. Amma belə deyək də, hər bir bölgənin öz özəlliyi, gözəlliyi var da. Hər bir bölgənin xüsusi, belə deyək, o qədər onların adət-ənənələri gözəl-gözəl, mənə o qədər maraqlıdır ki, doğrudan istədim yaxından onlarla öz əsərlərimlə birlikdə qonaqları oldum. Və hazırlaşdım, çox hazırlaşdım, doğrudan çox əlavədə işlər gördüm, hazırlaşdım, mən Gəncəyə gedəcəm, mən Gəncə cəmaatı ilə görüşəcəm. O qədər sevinirdim ki, inanırsınız, deyə bilmirəm, mən necə sevinirdim, elə gözləyirdim o insanları. Və mən öz-özümə fikirləşdim ki, belə bir qərara gəldim ki, mən heç kəsə təklif eləməyəcəm ki və heç kəsə zəng eləməyəcəm ki, buyurun gəlin mənim sərgimə. Və mən oraya gedəndə, bilirsiniz, ilk dəfə yaxınlaşdım, sadəcə 2-yə qalıb bir 5 dəqiqə, 10 dəqiqə, getdim, hazırlaşdım, yaxınlaşdım, gördüm hər şey hazırlıqlar, yenə deyirəm Gəncə Filarmoniyasına, Fikrət Əmirovuna, Gəncə Filarmoniyasına burada təşəkkürümü bildirirəm. Kollektiv çox əsdilər, doğrudan da çox əsdilər. Mən inanıram ki, orada bütün hamı üçün onlar elə münasibət göstərirlər. Başda böyük sənətkarımız, bizim bəstəkarımız Aygün xanım Səmədzadədir, oranın müdiriyyəti. Çox gözəldir, axır vaxtlar Filarmoniya canlanmağa başlayıb, mən bunu görürəm də. Və onların gələndə, çatanda gördüm, əldən, ayaqdan belə gedirlər. Hər şey gözəl, hər şey qaydasında, əsərlər asılıb, hər şey gözəldir bir sözlə. Heç bir tapmadım ki, deyəm ki, bu niyə belə oldu. Qapı açıldı, inanırsınız, mən o qədər xoşbəxt oldum həmin anı, o insanlar axınla girdilər içəriyə. Mən dedim, ay Allah, sən qurban olaram, sən nə böyüksən. Bundan sonra mən necə ola bilərəm? Mən elə bir, demək olar ki, imkan rahat, bir sakit bir yere çəkilsəydim, hönkürtü vurub ağlayardım. O dərəcədə mən xoşbəxt oldum. İnanırsınız, o da biri gəlir, görüşürlər, biri ikisi. O birisi gələndə, çatanda qalıram ki, ay Allah, bununla yarımçıq qaldım da, bunu mən tamamlamadım. Bununla görüşürüm, görürüm, o belə dayanır ki, yəni mənlə tam görüşür. Ürəyim qalırdı onun yanında. Bu keçəndən sonra çağırırdım ki, gəl şəkil çəkdirək. Belə bir mənim bir xasiyyətim var. Bəlkə də ona görə insanlar orada hamısı belə məni gəldilər, sevdilər. Mən də onları çox sevdim. Qız uşaqları var idi, gəlirdilər, Mehriban xanım, bizə nə məsləhət verə bilərsiniz? Biz istəyirik, məsələn də rəsmdən bunu edək,
kursa gedəkmi, nəyə hazırlaşaq? Mən onlara məsləhətlər verirdim. Analar yaxınlaşırlar, deyirlər, mənim qızım tutaq ki, məsələn, dizayner olmaq istəyir, hara müraciət eləyək, nə eləyək? Bunların hamısını məndən soruşurdular, məsləhətə də gəlmişdilər. O qədər mən xoşbəxt oldum həmin günü. Mən yaşadım da, Gəncə cəmaatı məni qaldırdı göyə. Ona görə onların hamısına buradan təşəkkürümü bildirirəm. Bu gözəl vaxtlarını, bilirsiniz də, indi hər bir an çox dəyərlidir. Mən o qədər xoşbəxt oldum ki, onlar öz dəyərli vaxtlarını sərf eləyib gəliblər və mən əsərlərimdən çalışdım ki, birinci istədim rəngkarlığa aid əsərlərimi aparım. Mən adətən rəngkarlığın impressionizm sahəsinə daha çox belə daha çox meylliyəm. İstədim onları aparım. Sonra fikirləşdim ki, mənim dekorativ tətbiqi sənət əsərlərim var, mənim qaşdaşlarla işlənmiş əsərlərim var, mənim flüt art əsərlərim var və mənim çox sahədə olan əsərlərim var. Bu mənim canımda var da. Bir sahə ilə gedə bilmirəm, bir sahə mənə çatmır. Mən mütləq improvizə etməliyəm. Mütləq bu sahədən çıxıb bu sahəyə gedirəm. Mütləq başqa bir sahələrə müraciət eləyirəm. Amma ən çox sevdiyim sahə dekorativ tətbiqi sənət. Doğrudan da o sahəni daha çox sevirəm. Bilmirəm niyə. Çünki orada biraz əlavə materiallardan, əlavə işləmələrdən çox işlənir. Məsələn, qızılı potal deyilən kağızlardan, qaşdaşlardan, çox həm akril boyalardan, rəngli boyalardan, bunlar hamısı bilirsiniz, orada kompozisiya yaradırsam, onda orada improvizə etmək çox asan olur. Çox asan deyil, çox maraqlı olur. Mənim üçün asan deyil o heç. Çox maraqlı olur. Yaxınlaşıb deyirlər ki, bunu nədən elədin, bunu necə elə, bunda necə hövsələn var. Deyirəm, siz başa düşə bilmirsiniz. Bu mənə o qədər asan gəlir. Mən, məsələn üçün, rəngkarlıq mənə daha çox çətin gəlir. Kim bax, bu mənim improvizə ilə etdiyim o dekorativ tətbiqi. Amma mən bilirəm ki, o insanlar yaxınlaşanlar rəssamdır. Deyirlər, bunu necə eləmisiniz? Bunu necə eləmisiniz, Mehman xanım? Buna necə hövsələmisiniz? Bunu necə eləmisiniz? Bunu bundan necə aldınız? Bunu hamısı mən emalatxanada işləyə etmişəm də özümdən. Öz yaradıcılığımı sevirəm deyənə işləyə bütün bunları almışam. 50-dən çox əsər apardım. Çox da yaxşı elədim. Çünki gələn insanlar hər bir sahədə görəndə əsərlər onlara maraqlı gəlir. Eyni görəndə darıxdırıcı gəlir. Amma ayrı-ayrı sahələr olanda daha maraqlıdır ki, bu rəssam bunu da bacarır, bu rəssam bunu da bacarır, bu rəssam. Bu doğrudan da bu rəssamın geniş xassəli olmağı deməkdir. Sənətinə dar çərçivədə baxmır da, ətrafla baxır, o gözəlliklərlə baxır. Bax, ona görə mən o qədər xoşbəxtəm. Gələndən hələ də özümə gələ bilməmişəm. O elə bir ki, təəssüratla yaşayıram, o təəssüratla yatıram, o təəssüratla dururam. Gəncə cəmaatı mənə yazırlar, özümə yazırlar, direktə yazırlar. Mehman xanım, nə yaxşı gəldiniz, nə yaxşı sizi gördük. Mən də deyirəm, siz başa düşmürsünüz, siz məni yaşatdınız. Nə yaxşı mən gəldim, sizləri gördüm. Ona görə bu həmişə olsun. Mən inanıram ki, mən ayrılmışam oradan, amma darıxıram yenə. Gəncə üçün darıxıram, Gəncə cəmaatı üçün darıxıram. Yəqin ki, bir müddət keçsin, mütləq yenə mən sərgi edəcəm orada. Fikrim var, indi bu yaxınlarda Allahın köməkliyi ilə İtaliyada olmalıdır. İnklüziv uşaqlarla mən birlikdə təşkilat mənə müraciət elədi ki, Mehman xanım, belə bir fikrimiz var. Mən razılaşdım məmnuniyyətlə. Çünki mən o sahəyə biraz o uşaqlara zəifəm. Özünüz də bəlkə izləyirsiniz, görürsünüz ki, mən o uşaqlarla həmişə bir oluram. Onları mən tək qoymuram. İçimdəki olan ruhdur, özümdən asılı deyil. Razılaşdım, İtaliyada olmalıdır. İnşallah mənə təklif Naxçıvandan gəlib. Allah qoysa, yəqin ki, mart ayında inşallah Naxçıvanda elə bir təklif gəlib, onu Ankarada olmalıdır. Fevralda belə bir plan var. Hələ ki planlardır. İnşallah bilirsiniz də bunlar hasant başa gəlmir. Həmi əziyyət, həmi maddiyyat, həmi çətindir. Gün, vaxt onlarda alınmır. Bir də görsən məndə. Yəni o gedir. Ola bilər ki, bu bir il ərzində bu belə deyək də o vaxtla
dəqiq deyə bilmərəm. Yəni belə bir planlarım var qabaqda. Bu da asan bir şey deyil. Əsas Gəncəni yola verdim. İndi şükür Allah İtaliyaya hazırlaşırıq. Allahın köməkliyi ilə çox gözəl də bir sərgi olacaq. Çünki orada belə deyək də, bilirsiniz də, inkluziv uşaqlar, onlar həssas uşaqlardır. Amma bu da xoşbəxtəm ki, onlarla birlikdə mənim sərgim, məhz mən rəssam, bir də onlar. O qədər xoşbəxtəm. Oturam, deyirəm, ay Allah, ya Rəbbim, sənə qurban olaram. Yəni, bunu sən mənə göndərirsən də, təşəkkür eləyirəm. Ona görə şükürlər olsun bu günümüzə.